Bəzən analar elə düşünür ki, dəmir preparatlarını uzun müddətli verməklə övladlarına xeyir edirlər. Əksinə, uzun müddətli qəbul edilən və heç bir müayinələrlə, analizlərlə təsbit edilməyən dəmir preparatları övladınıza zərər verir. Çünki uzun müddətli qəbul olunan dəmir preparatları, dəmir depolarımız dolduqdan sonra, ürək, qaraciyər kimi orqanlarımızda toplanmağa başlayır və həmin orqanlara zərər verir. Hətta bunu vurğulamaq istəyirəm ki, biz həkimlər talasemiyalı xəstələrdə dəmir yükünü azaltmaq üçün onlara xilatoterapiya dediyimiz dəmiri orqanizmadan qovub çıxaran xüsusi preparatlar veririk. Nəyə görə? Dediyim kimi, bu dəmir preparatları talasemiyalı xəstələrdə ürək və qaraciyərə oturaraq böyük fəsadlara səbəb olur. Həkim kontrolu olmadan, analizlərdə verilən vitaminlərin səviyyəsi müəyyən edilmədən uzun müddətli qəbul edilən faydası bildiyiniz preparatlar əslində övladınız üçün zərərlidir.